Salam uşaqlar, bugünkü mövzumuz beyaz ifadələrdə mütərizələrin açılması da güvən nəşrlərindən. Deməli, test A ilə başlayaq. Birinci, 28 çıxaq 12 üstə gələk 7 üstə gələk 3. Bunu 2 yolla izah edəcəm. Birinci, adi belə mütərizəni hesablayıb sonra 28-dən çıxmaqla, bir də mütərizənin açılması ilə. 28 çıxılsın, 12-nin üstünə 7, deməli üstünə 3 gəldiyimiz zaman edəcək 22. 28-dən 22-ni çıxdığımız zaman 6 edəcək. İndi gəlin mütərizənin açılmasını yazaq. Biz demişik ki, mütərizənin qarşısında mənfi işarəsi varsa, biz mütərizədən azad elədiyimiz zaman mütərizənin içərisindəki olan işarələr əksinə dəyişəcək. Yəni 28 çıxaq 12 çıxaq 7 çıxaq 3 olacaq. 28-dən 12-ni çıxdığımız zaman 16, 16-dan 7-ni çıxdığımız zaman 9, 9-dan da 3-ü çıxdığımız zaman 6 edəcək. İkinci, 36 çıxılsın 11 çıx 7 üstə gələk 15. Yenə 36 çıxılsın, deməli 19 edir. 4, 19 bərabərdir 17-yə. İndi mütərizənin açılması ilə yazaq. 36 çıxılsın 11 üstə gələk 7 çıxılsın 15-ə. Çünki mənfi olduğuna görə işarələr hamısı dəyişməlidir. 36-dan deməli 11-i çıxdığımız zaman 32. 32'ni 36'dan 11'i çıktığımız zaman 25. 25'in üstüne 7 geldiğimiz zaman 32. 32'den 15'i çıktığımız zaman yine 17 edir. Yani bunu gösterme məqsədim odur ki, dəqiq, aydın biləsiniz. Deyir ki, mütərizəni aç. Yine eyni qayda ilə 15 çıxılsın x üstə gələk 3. Biz bilirik ki, dəyişəni olandan olmayanları bir tərəfə yığırıq. 15 üstə gələk 3 çıxılsın x. 15'in üstüne 3 gələndə 18, 18 çıxılsın x. Variant olaraq B variantı. Dördüncü sual. 21 çıxılsın x üstə gələk 3 çıxaq 7. Mütərizələri deyir açın. 21 çıxılsın x çıxılsın 3 çıxaq 7. 21 çıxılsın 3 çıxaq 7 və çıxaq x. Bunları da hesabladığımız zaman deməli 11 çıxılsın x. Variant olaraq D variantı. 5-ci. 4 vurulsun mənfi a üstə gələk 2b çıxılsın 3-ə. Deyir mütərizələri açın. 4'ü mənfi a-ya vuranda mənfi 4a. 4'ü 2b'yə vuranda 8b. 4'ü mənficə vuranda 12. Görək harda var. İşarələrə diqqət edin. C variantında. 6-cı yenə misalı yazaq. Mənfi a çıxılsın 3b üstə gələk 5 bərabərdir. Mənfini mənfiyə vurduğumuz zaman müsbət 2a, mənfini yenə mənfiyə vurduğumuz zaman müsbət 6b, mənfini müsbətə vurduğumuz zaman mənfi 10. 2a üstə gələk 6b çıxaq 10 variant B variantı. 7-ci. A vurulsun B bərabərdir mənfi 5, B vurulsun C bərabərdir 6. Deyir ki, B vurulsun A üstə gələcəyini tapın. Bu nə deməkdir? Gəlin mütərizəni vuraq açaq. B vurulsun A üstə gələk B vurulsun C. Eyni şeydir də A, B, B, A. Nə fərqi var? Belə yazım. Bunlar bərabərdir də bir-birinin onsuz da. Bu şəkildə. Burada da belə göstərilir. Bərabərdir. B A-nın qiyməti mənfi 5'dir. B C-nin qiyməti 6'dır. Müsbət 1. C variantı. 8-ci. MP bərabərdir 9'a. MK bərabərdir mənfi 8'ə. İfadə verir ki, M, P çıxılsın K-ya. Yenə vurub açaq. MP çıxılsın MK-ya. MP 9'dur. MK mənfi 8'dir. Yəni 9 üstə gələk 8 bərabərdir 17. Variant olaraq D variantı. 9-cu. Belə görürsünüz. A üstə gələk B bərabərdir 4'ə. Yazıb ki 3A çıxılsın 7 çıx 3B çıxaq 2 ifadəsinin qiymətini tapın. Gəlin birinci buranı biz sadələşdirək. Çıxaq 7 üstə gələk 3B çıxaq 2. Dəyişən olanları bir tərəfə yıxaq, sabit olanları bir tərəfə. Yəni 3A üstə gələk 3B çıxılsın 7 çıxaq 2. 3A üstə gələk 3B-də mən 3'ü mötərizə xaricinə çıxarıb bu şəkildə yaza bilərəm. Mənfi 7'dən də 2'ni çıxdığımız zaman edəcək mənfi 9.
3 vurulsun. A üstəgələ B-yə onsuz da 4 verir. Çıxaq 9. 12-dən də 9-u çıxdığımız zaman müsbət 3. C variantı. Sonuncusu 10-cu misal. Bura köçürüm. A çıxılsın B-yə -5 deyir. 2A çıxılsın 2B üstəgələk 6 üstəgələk 1 ifadəsini tapmağımızı soruşur. Yine eyni qayda ilə mötərizəni açaq. 2B çıxılsın 6 üstəgələk 1-ə. 2-ni mötərizə xaricdən çıxarıb A minus B yaza bilərəm. -6-nın da üstünə deməli 1-i gəldiyimiz zaman edəcək -5 bərabərdir. 2 vurulsun -5 çünki -5 A minus B. Çıxılsın 5. 2-ni -5'e vuranda -10 çıxılsın 5 -15. Variant olaraq A variantı. Keçək test B-yə. Deməli test B. Eyni qayda ilə yazaq. 42 çıxılsın 21 üstəgələk 8 üstəgələk 9. 42 çıxılsın 21 üstə 30 38 və edəcək 4. O biri qaydamızda mötərizənin açılması qaydası ilə yazaq. 42 çıxılsın 21 çıxaq 8 çıxaq 9. Yəni bunu hesabladığımız zaman 4 edəcək. İkinci misal. 54 çıxılsın 23 çıxaq 9 üstə 13 bərabərdir. 54 çıxılsın 27-dir. Bu edər ilə 27. Mötərizənin açılması ilə yazaq. 54 çıxaq 23 üstəgələk 9 çıxaq 13. Yəni bunda sırayla əməllər ardıcılığında sırayla yazsaz olacaq 27. Variant C. Üçüncü sual. Deyir ki 18 çıxılsın x üstəgələk 3-ün mötərizəsini açın. 18 çıxılsın 3 çıxılsın 3. 18 çıxaq 3 çıxaq x. 18 çıxılsın 15 çıxılsın x-a. Variant A variantı. Dördüncü. 27 üstəgələk x minus 5 çıxaq 9. 27 üstəgələk x çıxılsın 5. Çıxılsın 5 niyə yazdıq? Çünki mötərizənin qarşısında müsbət işarəsi olduğu zaman olduğu kimi qalır. Mötərizənin içərisindəkilər. Dəyişən olmayanları bir tərəfə yığaq. Çıxaq 9 üstəgələk x bərabərdir. 13 üstəgələk x. Variant B variant. 5. 3 vurulsun. -A çıx 4B üstə 1. Mötərizəni vurub açmağımızı istəyir. -3A çıxılsın 12B üstəgələk 3. Gəlin görə bu harda var. -3A çıxılsın 12B üstə 1 variantı D variantı. 6. Görürsünüz. -6 buraya yazım. -A üstə 3B çıx 2. Mənfini mənfiyə vuranda müsbət 6A çıxılsın 18B üstəgələk 12. -6 üstə 18B çıxılsın 18B üstə 12 variant B variantı. Yoxsa A variantı. B'də mənfi. 7. A vurulsun B 15'dir. A vurulsun C -6'dır. A vurulsun B minus C'nin. Mötərizəni açsaq bu şəkildə olar. Yəni 15 çıxılsın -6. O da bərabərdir 15 üstəgələk 6, yəni 21. Variant D. 8. M bərabərdir 3'ə, P minus K bərabərdir -6'ya. MP çıxılsın MK. Biz buradan M-i mötərizə xaricinə çıxara bilərik. P minus K yazarıq. Bərabərdir 3 vurulsun -6. Bu da edər -18. A variantı. Dokuzuncu sual. A üstəgələk B bərabərdir 7-dir. Olanda A çıxılsın 9 minus B çıx 6 ifadəsinin qiymətini tapın. Birinci mötərizədən azad eləyək. Sonra dəyişən olanları bir yerə, olmayanları bir yerə yığaq.
Çıxılsın 9, çıxılsın 6. A'nın üstünə B gələndə 7 eləyir. 7 çıxılsın 9, çıxaq 6. 7-dən 9 çıxanda -2, -2-dən də 6 çıxanda -8 B variantı. Və sonuncu 10-cu misal. A minus B -3'dür. 5A çıxılsın 5B, çıx 6, üstə gələ 7-ni hesablayaq. Mötərizədən birinci azad eləyək. Sonra dəyişənləri bir yerə yığaq. Biz dəyişənləri bir yerə yığmağa ehtiyac yoxdur. 5A çıxılsın 5B, 5-i mötərizə xaricdən çıxaram. A minus B, üstə gələk 6, üstə gələk 7. 5 vurulsun -3, üstə gələk 6, üstə gələk 7. 5-i mənfi çevirəndə -15. Üstə gələk 6, üstə gələk 7. Bu dedər -2. Variant olaraq A variantı.